Quran Allahın kəlamıdır. Xaliqin məxluqa olan nisbəti necədirsə, Allah kəlamının da elə bəşər kəlamına olan nisbəti o cürdür. Və uluvvul Qur'ani alə qeyrihi minəl kəlimat mislə qələbətillah aləl məxluqatilləti xələqəhə. Qur'anın bizim bəşər kəlamına olan nisbəti Allahın öz yaratdıqlarına olan üstünlük nisbəti kimidir. Necə Allah məxluqatdan alidir, Allahın kəlamı da məxluqatın, yaranmışların kəlamından alidir. Və bu ay Quran ayı olduğundan, Quranın nazil olduğu ay olduğuna görə çalışağın Quran-ı Kərimdən gün ərzi nə qədər oxuma imkanımız varsa, Quranımızı oxuyaq. Allah Teala bu ayda digər aylara nisbətdə Quran-ı Kərimdən bir ayəni digər aylarda bir Quran xətm etməyə bərabər tutmuş savabı nöqteyi nəzərdən.